Salam dəyərli müəllimlər. Deməli, ağırlıq qüvvəsinin təsiri altında hərəkət mövzusunda, daha doğrusu bu mövzu biraz böyük mövzudur. Mən burada deməli ağırlıq qüvvəsi, ümumdünya cazibə qanunu, bir də cismin çəkisinin haqqında danışacağam. İnşallah gələn dərsdə keçəcəm ağırlıq qüvvəsinin təsiri altında hərəkət, yəni sərbəst düşmə, şaquli olaraq yuxarı atılan cisim, üfüqə bucaq altında, üfüqi istiqamətdə atılan cisimlər haqqında inşallah gələn dərsdə məlumat verəcəm. Və dərsin izahına keçməmişdən qabaq bir fikir nəzərinizə çatdırım ki, deməli bizim əyani və onlayn qruplarımız davam edir. Yəni fizikanı dərindən öyrənmək istəyən müəllimlər və sertifikasiya hazırlaşanlar bizim dərslərimizdən yararlana bilər və dərslər yüksək səviyyədə təşkil olunur. Bizim deməli dərslər həftədə 3 dəfə təşkil olunur. Müəllimlər məndən soruşur. Yəni burada sizə bir məlumat verirəm. Dərslər həftədə 3 dəfə keçirilir. Yəni o bəzi hazırlıq müəllimlərindən fərqli olaraq deməli dərs müddəti olacaq deməli saat yarım və həftədə də bir dəfə deməli həftə sonu bir dəfə də onlayn sınaq olacaq. Yəni müəllimlərin qiymətləndirilməsi. Yəni ciddi məşğul olmaq istəyən müəllimlər müraciət eləyə bilər. Diqqətinizə görə sağ olun. Vaxt itirmədən deməli dərsin izahına başlayaq və bir fikir də deyim sizə. Yəni bu bizim təşkil elədiyimiz mövzu marafonu, yəni yüksək səviyyədə təşkil olunmuş mövzu marafonudur. Yəni ki, bu mövzularda hər bir mövzu haqqında bir məlumat verilir. Hər bir detalları, xırdalıqları deməli izah olunur. Yəni bu testdə mövzuya, izaha baxan müəllimlərin heç kitab oxumağa ehtiyacı yoxdur. Burada hər bir mövzuda hər bir detallara toxunuruq. Vaxtınızı almaq istəmirəm. Deməli dərsin izahına başlayaq. Deməli birinci sizə inşallah ağırlıq qüvvəsi haqqında məlumat verəcəm. Birinci ağırlıq qüvvəsi. Geniş məlumat verəcəm. Yəni ağırlıq qüvvəsinə aid hər bir deməli cümləni sizə çatdıracağam. Deməli ağırlıq qüvvəsi yerin cismi özünə cəzb etməsinə deməli ağırlıq qüvvəsi deyilir. Və cazibə qüvvəsi, yəni ağırlıq qüvvəsi qravitasiya təbiətli qüvvədir. Yerin mərkəzinə doğru yönəlir. Yəni cismin ağırlıq mərkəzinə tətbiq olunur. Yəni yer bu yerdir. Yer. Deməli ağırlıq qüvvəsi istənilən nöqtədə yerin mərkəzinə doğru yönəlir. Məsələn bu olsun C nöqtəsi, bu olsun D nöqtəsi. A nöqtəsində şaquli aşağı, B nöqtəsində üfüqi sola, C nöqtəsində şaquli yuxarı, D nöqtəsində üfüqi sağa. Deməli ağırlıq qüvvəsi qravitasiya təbiətli qüvvədir. Yəni cəzb etmə xarakterli qüvvədir. Ağırlıq qüvvəsinin düsturu olacaq F bərabərdir mg. Bilirik ki, qüvvənin vahidi Newtondur. Newton da 1 kiloqram kütləli cisimə 1 metr böl saniyə kvadrat təcil verən kəmiyyətə deyilir. Deməli, burada J qravitasiya sahəsinin intensivliyidir. Buna sərbəst düşmə təcili də deyilir. M cismin kütləsidir, F də deməli ağırlıq qüvvəsidir. Bax, bəzən testlərdə belə bir cümlə qabağımıza çıxır ki, yadda saxlamaq lazımdır. Bax, yadda saxlamaq lazımdır. Yaddaş. Yəni, istəyir cisim A təcilinə yuxarı hərəkət eləsin. İstəyir cisim A təcilindən aşağı hərəkət eləsin. İstəyir cisim bərabər sürətli hərəkət eləsin. Fərqi yoxdur. Yəni, bütün hallarda ağırlıq qüvvəsinin modulu mg-yə bərabərdir. Testlərdə belə bir görsən müəllimlər sual verir. Yəni, cisim A təcilinə yuxarı hərəkət eləyir. Yazır F bərabər mg plus A olmaz.
Yəni ağırlıq qüvvəsinin modulu elə F bərabər mc-dir. Ağırlıq qüvvəsi ümumiyyətlə qüvvə dinamometrlə ölçülür. Yaylı dinamometrində iş prinsipi əsaslanır Huk qanununa. Biz ağırlıq qüvvəsinin ifadəsini belə də yaza bilərik. F bərabər mg, m-in yerinə ρv də yaza bilərik. Olacaq ρvg. Yəni ağırlıq qüvvəsi kütlə ilə də, deməli sərbəst düşmə təcili ilə də, ρ ilə də, v ilə də düz mütənasib olaraq asılıdır. Üfüqi səthdə ümumiyyətlə ağırlıq qüvvəsi cismin ağırlıq mərkəzinə tətbiq olunur. Hər bir cismin ağırlıq mərkəzi, yəni düzgün həndəsi formaya malik olan cismin ağırlıq mərkəzi onun deməli həndəsi mərkəzlə üst-üstə düşür. Yəni ağırlıq qüvvəsi cisimə tətbiq olunur və şaquli istiqamətdə aşağı yönəlir. Məsələn, tutaq ki, mail müstəvi olsa, mail müstəvidə ağırlıq qüvvəsinin istiqaməti haradır? Əlbəttə, mail müstəvi hardadır? Yerin üstündədir. Məsələn, bu M kütləli cisim olsa, demək ağırlıq qüvvəsinin istiqaməti haradır? Şaquli istiqamətdə aşağı, yəni yerə perpendikulyardır. Yəni bu hissələrə biraz diqqət eləmək lazımdır. Sonra, indi müəllimlər, indi ağırlıq qüvvəsində burada biz dedik ki, bu J qravitasiya sahəsinin intensivliyidir. Bəzən buna deyirlər sərbəst düşmə təcili. Görək bu nədir? Deməli, biz buradan J-ni tapsaq, J bərabər olacaq F bölünmüş M-ə. Vahidi də olacaq, qüvvənin vahidi Newtondur, kütlənin vahidi kiloqramdır. Newtonu da kiloqram metr bölü saniyə kvadrat kimi açsaq olacaq. Bunu belə də yaza bilərik. Metr bölünmüş saniyənin kvadratı. Deməli, qravitasiya sahəsinin intensivliyi nədir? Yəni ki, vahid kütləli cisimə, vahid kütləli sınaq cisiminə təsir edən qravitasiya qüvvəsinə bərabər olan vektorial kəmiyyətə qravitasiya sahəsinin intensivliyi deyilir. Özdə qravitasiya sahəsinin intensivliyi sahənin qüvvə xarakteristikasıdır. Və deməli qravitasiya sahəsinin intensivliyi nə ağırlıq qüvvəsindən, nə də cismin kütləsindən asılı deyil. İndi bəzən müəllimlər sual verir ki, müəllim, bu J nədir? Məsələn, A nədir? Düzdür? Məsələn, A nədir? Bunların ikisi də təcildir. Yəni birinci, bax bu qravitasiya sahəsinin intensivliyidir. Bu deməli təcildir. Təcil. Yəni qravitasiya sahəsinin intensivliyi nədir? Biz bayaq dedik, vahid kütləli cisimə təsir edən qüvvəyə deyirlər. Amma təcil isə vahid zamanda sürət dəyişməsinə deyirlər. Və eyni zamanda bu yer olsun, qravitasiya sahəsinin intensivliyi istənilən nöqtədə yerin mərkəzinə doğru yönəlir. İstənilən nöqtədə yerin mərkəzinə doğru yönəlir. Vektorial kəmiyyətdir. İndi deməli keçirik. İkinci başlıq olacaq. Ümumdünya cazibə qanunu. Ümumdünya cazibə qanunu. Deməli, dəyərli müəllimlər, ümumdünya cazibə qanununu ilk dəfə İngilis alimi Isaac Newton kəşf edib. Buna bəzən Newtonun 4-cü qanunu da deyilir və yaxud da buna qravitasiya qanunu da deyirlər. Yəni, bu nə deməkdir? Yəni, iki maddi nöqtə kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə bir-birini cəzb edir. Yəni, bu qüvvə maddi nöqtələri birləşdirən düz xətt boyunca yönəlir. Məsələn, bu olsun M1, bu olsun M2. Deməli, bu R var, bax burada R. İndi izah eləyəcəm. R burada, R.
maddi nöqtələrin mərkəzləri arasındakı məsafədir. Yəni M2-nin təsir etdiyi qüvvənin istiqaməti bax budur. Aydındır. M1-in təsir etdiyi qüvvə isə bax sola yönəlir. Burada biraz diqqətli olmaq lazımdır. İndi biz bunu küyrəvi cisim kimi götürsək, bu da eyni şeydir. Sadəcə burada R məsafəsi küyrələrin mərkəzləri arasındakı məsafədir. Elə orada da cisimlərin mərkəzləri arasındakı məsafədir. İndi burada da yenə də bax bu olsun deməli M1, bu olsun M2. Yenə də deməli M2-nin təsir etdiyi qüvvə. Əlbəttə cazibə nə deməkdir? M2 M1-i özünə dartırsa bu olacaq F2. Bəs M1-in təsir etdiyi qüvvə nə olacaq? M2-ni özünə dartır. Bu da olacaq F1. Newtonun 3-cü qanununa görə bunlar mütləq qiymətcə bərabərdir. Yəni F1 bərabər F2. Deməli, cazibə qanunun düsturun da belə olacaq. F bərabər G vur M1 M2 bölünmüş R-in kvadratı. Biz deməli yazılı formada dedik ki, deməli iki maddi nöqtə kütlələrin hasili ilə düz aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib qüvvə ilə bir-birini cəzb edir. Aha, bax burada da sözlə yazmıram. M1, bax M1. M1 və M2 maddi nöqtələrin kütlələridir. Bax M1-dən M2. Bu G burada G. Qravitasiya sabitidir. R-də R. Maddi nöqtələrin və ya kürələrin mərkəzləri arasındakı məsafədir. İndi dəyərli müəllimlər, qravitasiya qarşılıqlı təsiri ümumiyyətlə təbiətdə olan qarşılıqlı təsir qüvvələrindən ən zəifidir. Və qravitasiya qarşılıqlı təsirini daşıyan, yəni qravitasiya sahəsinin zərrəciyi deməli adlanır graviton. Bax, graviton. Graviton da belə yazılır. 0,0. Yəni bu 0,0 nədir? Yükü və kütləsi sıfıra bərabərdir. İndi cazibə qüvvəsi cisimlərin axı biz dedik, kütlələrinin hasili ilə düz mütənasibdir. Deməli, burada R bərabər konstantdır. Məsafə ilə də tərs mütənasibdir. Yəni, kürələrin mərkəzləri arasındakı məsafə ilə də tərs mütənasibdir. M1 bərabər konstant, M2 bərabər konstant. Bütün xırdalıqlara toxunuram burada. İndi burada deməli G qravitasiya sabitidir. O düsturdan tapanda onu. Bu düsturdan tapanda F bərabərdir. G var M1 M2 bölünmüş R kvadrat. Buradan tapanda olur F R kvadrat böl M1 var M2. Vahidi, yəni ədədi qiyməti biz üçün maraqlı deyil. Məsələ həlləndə onsuz da verilir. Bizə lazımdır deməli bunun vahidini bilmək. Qüvvənin vahidi Newtondur, məsafənin vahidi metrdir, kvadratı metr kvadrat böl kiloqramı kiloqrama vuranda eləyir kiloqram kvadrat. Bəzən kitablarda belə verilir. Newton vur metri joule yazsam olacaq nə? Joule vur metr bölünmüş kiloqramın kvadratı. Bəzən də Newtonun yerinə kiloqram vur metr böl saniyə kvadrat yazanda olur nə? Metrin kubu bölünmüş kiloqram vurulmuş saniyənin kvadratı. Yəni bura qravitasiya sabitini bu formada yazmaq olar. Yəni fiziki mənası da odur ki, bax qravitasiya sabitinin fiziki mənası odur ki, yəni hər birinin, bax burada göstərirəm sizə, hər birinin kütləsi 1 kiloqram və aralarındakı məsafə 1 metr olan iki maddi nöqtə arasındakı qravitasiya qüvvəsi deməli adlanır cazibə qüvvəsinə bərabərdir. Yəni əgər məsələn tutaq ki, məsafə 1 metr olsa, tutaq ki də cisimlərin kütlələri 1-ə bərabər olsa, onda qravitasiya sabiti olacaq nə? 6,67 vur 10 üstü -11 Newton.
Aydındır. Aha. Deməli, ümumdünya cazibə qanununun doğruluğu burulma tərəzi ilə deməli təyin oluna bilər. Burulma tərəzinin də iş prinsipi əsaslanır hüquq qanununa. Belə. Deməli, xüsusi hal nədir? Xüsusi hal odur ki, xüsusi hal odur ki, yerlə və ya hər hansı planetlə ixtiyari cisim arasında cazibə qüvvəsi. Məsələn, bizə lazımdır, tutaq ki, planetin cazibə qüvvəsi necə tapılır? Yazılır məsələn, cisimlə, yəni yerlə hər hansı planetlə ixtiyari cisim arasında cazibə qüvvəsi. F cazibə bərabərdir G vurulmuş M böyük M böl R-in kvadratı. Burada da M yenə də cismin, yəni maddi nöqtənin kütləsidir. Böyük M yerin və yaxud da planetin kütləsidir. Balaca R yerin və yaxud da planetin mərkəzindən cisimə, yəni maddi nöqtəyə qədər məsafədir. Deməli, burada indi bir dənə şey deyirəm sizə. Cazibə qüvvəsində, bax cazibə qüvvəsində qeyd yazıram burada, qeyd. Cazibə qüvvəsində deməli 2 toxunan kürələr. 2 toxunan kürə çəkirəm. 2 dənə toxunan kürə. Bu olsun O, bu olsun O1. Deməli 2 toxunan kürələr arasında. Bu da R-dir. Kürələrin mərkəzləri arasındakı məsafə. Deməli 2 toxunan kürə üçün cazibə qüvvəsi necə təyin olunur? Yəni cazibə qüvvəsi radiusun 4-cü dərəcəsi ilə düz mütənasibdir. Bu necə təyin olunur? Bax, mən yazıram düsturu. Bunu biz belə təyin olunmalı. Məsələn, bu birinci kürə olsun, bu ikinci kürə olsun. Onda biz cazibə qüvvəsini radiusla belə əlaqələndirərik. F2 böl F1 bərabərdir R2 böl R1-in üstü 4. Necə çıxır bu? Necə olur R üstü 4-nə düz mütənasibdir? Bax, yazıram F bərabərdir G var M1 M2 bölünmüş R-in kvadratı. R-in kvadratı. Bax, burada G sabitdir, atdım getdi. Deməli, M1-in yerinə yazıram rho V. Rho V1 var rho V2 böl R kvadrat. Bunlar da sabitdir. Bunu da atdım getdi. V1 birinci kürədir. Kürənin həcmi 3/4 pi R kubudur. Olacaq 3/4 pi R kubu var. Bu da hər radiusları R olsa da bu da olacaq 3/4 pi R kubu. Bunlar sabitlərdir. Bunlar getdi. R üstü 6 qaldı sürətdə. Məxrəcdə R üstü 4. Buradan da R kvadrat. Buradan da alındı R üstü 4. Deməli, cazibə qüvvəsi radiusun toxunan kürələrdə. Cazibə qüvvəsi radiusun 4-cü dərəcəsi ilə düz mütənasibdir. İndi deməli, nə yazırıq? Yer səthində cisimə təsir edən qravitasiya sahəsinin, belə baş hərfi ilə yazır, qravitasiya sahəsinin intensivliyi və ağırlıq qüvvəsi necə təyin olunur? Deməli, biz bilirik ki, deməli, yer budur. Yerin kütləsi M-dir. Bu da R-dir, yerin radiusu. Bu da olsun M kütləli cisim. Biz deməli, qravitasiya sahəsinin intensivliyin yer səthindəki düsturu belə yazırıq. Deməli, G0 bərabərdir Gm böl R-in kvadratı. Bu hardan gəlir? Biz ümumi şəkildə balaca R kvadratı yazırdıq. O balaca R-in də yerinə, bax burada balaca R-in də yerinə. R nədir? Yəni kürənin yerin mərkəzi ilə cisim arasındakı məsafə. Ona görə mən R kvadrat yazdım. İndi qravitasiya sahəsinin intensivliyinin planetin sıxlığı ilə düsturu necə alınır? M bərabərdir rho V yazıram. V burada planetin həcmidir. Planetin həcmi
planet kürədir. Kürənin həcmi 3/4 pi r kubu. Həmin düsturu yuxarıda yazsam yerinə belə bir düstur alınır. Bax, 3/4 pi rho g və r. Burada G0 planetin səthində sərbəstüsmə təcilidir. Yəni qravitasiya sahəsinin intensivliyidir. Və qrafiklərdə belədir, bax. Deməli, G0-ın planetin kütləsi ilə düz mütənasibdir. Amma G0 deməli, radiusla tərs mütənasibdir. Və bir fikir də nəzərinizə çatdırım ki, qravitasiya sahəsinin intensivliyi cismin kütləsindən asılı deyil. İndi yer səthində qravitasiya sahəsinin intensivliyinin düsturu budur. Bəs indi yer səthində cazibə qüvvəsinin düsturu necə olacaq? Bu da sadədir. Cazibə qüvvəsinin düsturu olacaq F0 bərabər mg0. O G0-un o yuxarıdakı düsturunu gətirib burada yerinə yazsam, belə bir düstur alınacaq. G m böl r-in kvadratı. Bu da olacaq yer səthində ağırlıq qüvvəsi. Deməli, burada F0 planetin səthində ağırlıq qüvvəsidir. İndi keçirik nəyə? Buradan da elə bayaq düz qrafikləri yazdım da. F0 m-lə, böyük m-lə düz mütənasibdir, r-lə də tərs mütənasibdir. İndi bir də var, yer səthindən h hündürlükdə deməli, cisimə təsir edən qravitasiya sahəsinin intensivliyi və deməli, ağırlıq qüvvəsi. Baş hərflərlə yazıram ki, biləsiniz. Deməli, biz necə baxırıq buna? Bayaq yer səthində idi, indi yer səthindən h hündürlükdədir. Bax, yer budur, yerin səthi budur, bax. Yerin səthi budur. Baba, ruskanı fırladır, amma o yerin səthidir. Bu yerdir. Yerin radiusu budur. Yerin kütləsi də böyük m-dir. Radiusu da r-dir. Yer səthindən müəyyən bir h hündürlükdə. M kütləli cisimimiz var. H budur, bax. Onda o r-i necə götürürük? Həmin o məxrəcdə r var deyə yazırdıq biz. Bax, bu düsturda. J bərabərdir, düstur yazırdıq. Gm bölünmüş r kvadrat. Həmin o r bilirsiniz hansı yerdir? Cisimlə yerin mərkəzi arasındakı məsafə. Bax, bu r budur. Deməli, ümumi şəkildə həmin o balaca r-in yerinə yazırıq. Gm böl böyük r plus h-in kvadratı. Bu olacaq sərbəst düşmə təcilinin h hündürlükdəki düsturu. Və qrafiki də necə olacaq? Deməli, J-nin h-dən asılı qrafik. Müəyyən bir nöqtədən başlayaraq, bax bu cür deməli azalacaq. Bu nöqtə J0-dur. Bundan aşağıdakılar isə J-nin qiymətidir. Bu da R-dir. Misal üçün. Bir də var. İndi bir də var deməli yer səthindən h hündürlükdə ağırlıq qüvvəsi. Biz bunu F bərabər mg kimi yaza bilərik. Həmin o J-nin bu düstur veriləni yazsaq altda yerinə olacaq belə bax. G m böl r plus h-ın kvadratı. Bu da eyni şeydir. Yəni yer səthindən h hündürlükdə ağırlıq qüvvəsi h-la bax bu cür asılıdır. Bax bu cür. Bu F0-dır. Bu F-dir. Bu da R-dir. Yer səthindən uzaqlaşdıqca deməli qravitasiya sahəsinin intensivliyi və ağırlıq qüvvəsi azalır. Yəni ki, tutaq ki, bu olsun yer. Deməli, yerin mərkəzi olsun O nöqtəsi, bura olsun misal üçün A nöqtəsi, bura olsun B nöqtəsi, burada olsun tutaq ki, C nöqtəsi. Deməli, yerin səthindən uzaqlaşdıqca həm qravitasiya sahəsinin intensivliyi, həm də ağırlıq qüvvəsi zəifləyir. Yəni, FA böyükdür FB, bu da böyükdür FC.
Bax, ümumiyyətlə, dəyərli müəllimlər, yer tam kürə formasında deyil də, biz bunu bilirik. Mən qrupa da bir dəfə atmışdım, həmin o, deməli, şəkili. Yəni, yer tam kürə formasında olmadığına görə qütblərdən basıqdır. Yəni, biz o şəkili əslində biz belə çəkməliyik. Belə. Belə. Yəni, bax, burada, bax, bura ekvatordur. Bura yazıram R ekvator. Məsələn, bura deyirəm S nöqtəsi. Bu yerin səthidir. Bura deyirəm B nöqtəsi. Yer səthi. Bura yer səthidir. Yer səthi. Bura isə qütbdür. Bura yazıram deməli A nöqtəsi. Bu da olsun qütb. Bu da qütbdür. Elə qütb deyəndə elə qütbdür. İndi biz bilirik ki, ümumiyyətlə məsafə ilə tərs mütənasib. Məsafə azalanda həm qravitasiya sahəsinin intensivliyi, həm də ağırlıq qüvvəsi deməli artır. Onda burada belə olacaq da. RS böyükdür RB, bu da böyükdür RA. Onda ağırlıq qüvvəsi ilə məsafə tərs mütənasibdir. Onda FA böyük olacaq FB, bu da böyük olacaq FC. Eyni zamanda JA böyükdür JB. Bu da böyükdür JC. Ümumiyyətlə yer səthində təqribən ümumiyyətlə qravitasiya sahəsinin intensivliyi 9,81-dir. Amma qütblərdə deməli qravitasiya sahəsinin intensivliyi hardasa 9,832-dir. Amma ekvatorda isə ekvatorda 9 deməli 780 olmalıdır. Metr böl saniyənin kvadratı. Deməli, qravitasiya, yəni ağırlıq qüvvəsi potensiallı, yəni konservativ qüvvədir. Yəni, potensiallı sahələrin, yəni qüvvələrin işi trayektoriyanın formasından asılı deyildir və qapalı trayektoriyada, yəni potensiallı qüvvələrin işi sıfıra bərabərdir. Ağırlıq qüvvəsi cismin, yadınızda saxlayın, deməli, ağırlıq qüvvəsi cismin sürətindən və elektrik yükündən asılı deyil. Çünki o həmin o verilənlər sürətdir. Bir də yük deməli düsturda yoxdur. Eyni zamanda ağırlıq qüvvəsi və qravitasiya sahəsinin intensivliyi zamandan da asılı deyil. Bir dənə deməli istəyirəm ki, siz üçün bir dənə qəşəng maraqlı bir test hazırlamışam. Deməli belə bir testdir. Belə bir testdir. Aha, bax. Bura olsun O nöqtəsi. Bura olsun K nöqtəsi. Bura olsun L nöqtəsi. Deməli, burada olsun məsələn M nöqtəsi. Deməli, deyir ki, qrafikdən görünür ki, yəni bax burada, həmin bu qrafikdə buradan görünür ki, biz bilirik ki, ümumiyyətlə, bax yadınızda saxlayın, qravitasiya sahəsinin intensivliyi, bax burada fikir verin diqqətlə. Qravitasiya sahəsinin intensivliyi yerin səthinə doğru getdikcə düz mütənasib olaraq artır. Yerin səthindən uzaqlaşdıqca isə başlayır azalmağa. Yəni biz bunu belə yaza bilərik də. JL böyükdür JK, bu da böyükdür JM. Deməli ən böyük yer səthindədir. Sonra yer səthinin içində, yəni K nöqtəsində, amma yer səthindən uzaqlaşdıqca deməli qravitasiya sahəsinin intensivliyi azalır. Aha, indi mən növbəti hansı mövzu gəlir? Deməli biz burada keçdik. Cismin çəkisi gəlir. Cismin çəkisi. Deməli cismin çəkisi. Cismin çəkisi. Deməli, yerin cazibəsi nəticəsində cismin askıya, yəni şaquli dayağa perpendikulyar istiqamətdə göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir.
Məsələn, biz çəkini necə başa düşə bilərik? Məsələn, belə bir tutaq ki, ipimiz var. Bax, belə bir ipimiz var. İpin ucunda da bir dənə M kütləli bir cisimimiz var. Deməli, biz bilirik ki, ağırlıq qüvvəsi düz ortaya tətbiq olunur. Yəni, üzü aşağı gedir. Deməli, bax, ipin gərilmə qüvvəsi cisimdən kənara doğru çəkilir. Yadınızda saxlayın. Deməli, çəki dayağa tətbiq olunur. Yəni, ip hara bağlanıb, çəki ora tətbiq olunur. Yəni, çəkinin istiqaməti olacaq bu. Yəni, askıya tətbiq olunur. Və yaxud da, məsələn, bu dayaqdır. Bax, bu dayaq. Bax, bu dayaqdır. Dayaq. Burada da M kütləli bir cisimimiz var. Deməli, çəki hara tətbiq olunacaq? Dayağa. Deməli, çəki hara tətbiq olunur? Dayağa tətbiq olunur və dayağa perpendikulyardır. Və yaxud da, məsələn, tutaq ki, belə bir mail müstəvimiz var. Mail müstəvimiz var. Burada çəkinin istiqaməti nə olacaq? Çəki, bax, dayağa perpendikulyar. Bax, kimin üstündə oturub bu? Mail müstəvinin üstündə oturub. Deməli, dayağa perpendikulyardır. Hə, aydındır. Yəni, çəki askı və ya dayağa tətbiq olunur. P hərfi ilə işarə olunur. Amma məsələn, ipin gərilmə qüvvəsi isə cisimə tətbiq olunur. T hərfi ilə işarə olunur. Bu, yuxarıda yazmışam onu. İndi, dəyərli müəllimlər, mən burada bir şeyə toxunmaq istəyirəm. Ağırlıq qüvvəsi ilə çəki. Bax, ağırlıq qüvvəsi və deməli, çəkinin, deməli, ümumi cəhətləri. Ümumi cəhətləri nədir? Ümumi cəhəti odur ki, deməli, ağırlıq qüvvəsi mg'dir. Düzdür? mg'dir. Çəki də mg ilə ifadə olunur. Yəni, əgər cisim üfüqi səthdə hərəkət eləyirsə, çəki mg'dir. Sonra, ağırlıq qüvvəsinin də, ağırlıq qüvvəsi də qüvvədir, çəki də qüvvədir. Yəni, ağırlıq qüvvəsi də ölçülür dinamometrlə, çəki də dinamometrlə ölçülür. Ağırlıq qüvvəsi də vektorial kəmiyyətdir, çəki də vektorial kəmiyyətdir. Yəni, ağırlıq qüvvəsi də M ilə J-dən düz asılıdır, bax yazmışam. Çəki də M ilə J ilə düz asılıdır. Hər ikisində vahidləri, deməli, Newtondur. Bəs indi bunların fərqli cəhətləri nədir? Bax, fərqli. Fərqli cəhəti odur ki, yəni, məsələn, bax, bir dənə ağırlıq qüvvəsinə aid olanları deyəcəm. Bax, ağırlıq qüvvəsi. Bir də çəkiyə aid olanları da burada deyəcəm. Bax, çəkiyə. Bax, deməli, ağırlıq qüvvəsi qravitasiya təbiətlidir. Cisimə tətbiq olunur. Yəni, yer tərəfindən. Dayağın, yəni üfüqi və ya maili olmasından asılı olmayaraq, yəni ağırlıq qüvvəsi elə mg'dir. Yəni, sıfırdan da fərqlidir. Sonra, ağırlıq qüvvəsi inersial hesablama sistemlərində, yəni inersial hesablama sistemi nə demişik? Ya cisim sükunətdə olur, elə düz xətli bərabər sürətli hərəkət edir. Elə çəki, ağırlıq qüvvəsi elə mg'dir. Aydındır? Hə. Amma, yəni, bax, bir dənə şey deyim ha sizə. İnersial hesablama sistemlərində, yəni cisim sükunətdə və yaxud da düz xətli bərabər sürətli hərəkət edirsə, elə çəki ağırlıq qüvvəsinə bərabərdir. Bu da bərabərdir mg'yə. Amma qeyri-inersial, yəni təcilli sistemlərdə, yadınızda saxlayın, çəki ağırlıq qüvvəsinə bərabər ola bilməz. Aydındır? Cisimin çəkisi elastiki təbiətlidir. Yəni, cisimin və ya dayağın deformasiya nəticəsində yaranır. Sonra, çəkiyə aid olan xüsusiyyətlər hansılardır? Cisim tərəfindən askıya və dayağa tətbiq olunur. Eyni zamanda, yəni, çəki dayağın meyilliyindən də asılıdır. Aydındır? Yəni, fərqli və deməli, oxşar cəhətləri dedim sizə. İndi, dəyərli müəllimlər, çəkiyə aid olan düsturları deyirəm. Birincisi, əgər cisim, sözlə yazmıram, cisim sükunətdə və ya düz xətli bərabər sürətli hərəkət edərsə, yəni üfüqi səthdə, bu üfüqi səthdir. Deməli,
Biz bilirik ki, ağırlıq qüvvəsi hara yönəlir? Yerin mərkəzinə. Reaksiya qüvvəsi də dayağa perpendikulyardır. Deməli, biz bilirik ki, reaksiya qüvvəsi deməli, modulca mg-yə bərabərdir. Və reaksiya qüvvəsi də elə çəkidir də. Aydındır? Yəni, reaksiya qüvvəsi elə çəkidir. Çünki çəkinin biz istiqaməti nətər çəkirik? Bax, belə. Çəki modulca reaksiya qüvvəsinə bərabər. İstiqamət isə fərqlidir. Onda cisim sükunətdə olanda çəki mg-dir. Burada biz çəkinin düsturunu yazırıq mg, m-in yerinə rho v də yaza bilərəm. Orada rho v, j. Onda çəki həm deməli m-dən, həm j ilə, sonra həm rho ilə, həm də v ilə düz olaraq asılıdır. İndi ikinci. Əgər cisim askı və ya dayaqla birlikdə yuxarı yönələn, tutaq ki, A təcililə hərəkət eləyirsə, bax, çəkirəm siz üçün. Yuxarı yönələn A təcililə hərəkət eləyirsə, bax. Deməli, birinci burada ağırlıq qüvvəsinin hökmən istiqamətini çəkirəm. Sonra reaksiya qüvvəsini tapıramsa, deməli, çəkini mən tapacam. Всё. Əgər cisim, tutaq ki, A təcili ilə yuxarı hərəkət eləsə. A təcili ilə. Deməli, biz bilirik ki, Newtonun ikinci qanunu əvəzləyici qüvvə bərabər ma-dır. Burada böyük qüvvə n-dir. N çıx mg bərabərdir ma. Onda n bərabərdir p-yə. Bu da bərabər olacaq mg plus-a. Ona görə deyirlər, təcilin istiqaməti yuxarı yönələndə çəki artır. Onda bizim qrafikimiz bax belə olacaq. P-nin deməli A-dan asılı qrafiki bax bu cür olacaq. Bax. Bu olacaq mg. Özdə burada bax, P m deməli ağırlıq qüvvəsindən böyükdür. Çünki ağırlıq qüvvəsi mg-dir, bu mg plus ma deməkdir. Yəni ma qədər artıqdır. Çəki. Sonra üçüncü. Əgər cisim askı ilə birlikdə burada çox şeylər demək olar. Məsələn, cisim askı ilə birlikdə deməli A təcili ilə aşağı hərəkət eləsə, deməli yadda saxlaya da bilərsiniz belə. Əgər təcilin istiqaməti aşağıdırsa, çəki azalacaq. Və yaxud da isbatlı formada belədir. Əvəzləyici qüvvə bərabər ma. Burada mg-dən n-i çıxıram. Niyə mg-dən çıxıram? Çünki mg təcil istiqamətində yönəlib. Ona görə mg-dən çıxıram n-i, bərabər eləyirəm ma-ya. Onda n bərabərdir p-yə, bu da bərabər mg çıx a. Və qrafiki də bu formada olacaq. Bax. P-nin A-dan asılı qrafiki bax bu formada olacaq. mg. Deməli, yadda saxlayın, qısa və konkret. Əgər təcilin istiqaməti yuxarı yönələrsə, çəki artır. Təcilin istiqaməti aşağı yönələrsə, çəki azalır. Aha. Sonra dördüncü odur ki, təcil yuxarı yönələndə çəki artır və bu artma əlavə yüklənmə adlanır. Yəni biz bunu belə yazırıq. M bərabər P böl P0. P-ni yerinə yazıram mg plus a. P0-da sükunətdəki çəkidir mg. Burada belə bir düstur alınır. 1 plus a böl j və a-nın da yerinə v kvadrat böl r yaza bilərəm. Olacaq v kvadrat böl jr. Və eyni zamanda əlavə yüklənmənin vahidi yoxdur və əlavə yüklənmə əmsalı deməli təcillə, bax təcillə bu cür asılıdır. Və ola bilər bu da düşə bilər testdə. Bir vahid yuxarıdan keçən düz xəttdir. Beşinci də odur ki, cisim sərbəst düşərsə və ya havada asılı vəziyyətdədirsə, çəki sıfıra bərabərdir. Çünki havada dayaq və askı yoxdur. Məsələn, bunu mənə çox müəllimlər sual verir. Bax, yerdir bu. Yəni, ağırlıq qüvvəsinin təsiri altında hərəkətdə cisim çəkisizlik şəraitində olur. Yəni, orada çəki sıfırdır. Çünki nə dayaq var, nə askı var.
Cisimi atıram yuxarı. Gəlir düşür yerə. Yerə düşənə qədər bu çəkisizlik şəraitində olur. Yəni çəkisi 0 olur. 1. Çünki burada nə askı var, nə dayaq var da. Yəni bu hallarda P1 bərabər, P2 bərabər, P3 bu da bərabər 0. Yəni A J-yə bərabərdir. Düsturumuz var ya, P bərabər M J minus A. Əgər A J-yə bərabərsə bu ifadə 0-a bərabərdir. Bu hala deyirlər çəkisizlik. Çəkisizlik halında cisimə yalnız ağırlıq qüvvəsi təsir edir. Qrafikdə budur. İndi bir də var, deməli qabarıq körpüdə cisim hərəkət edərsə, yəni qabarıq körpüdə cisim hərəkət edərsə, məsələn bu formada cisim hərəkət edərsə, bu yarım çevrədir də. Tutaq ki, bir arabacığımız var. Deməli bilirik ki, reaksiya qüvvəsi dayağa perpendikulyardır. Deməli ağırlıq qüvvəsi şaquli olaraq aşağı yönəlir. Və buradan diqqətlə fikir verin. Təcil hara yönəlir həmişə? Çevrənin mərkəzinə. V sürəti də budur. İndi biz Newtonun ikinci qanunu belə yaza bilərik də. F əvəzləyici bərabər ma. İndi burada 2 dənə qüvvə var. İndi hansından hansını çıxacaq? MJ-dən N-i çıxacaq. Niyə? Çünki MJ təcil istiqamətində yönəlib. Olacaq MJ çıx N bərabər ma. Onda N bərabərdir P-yə, bu da bərabər M J minus A. Düsturun çıxarılışı budur. A-nın yerinə biz V kvadrat böl, deməli V kvadrat böl R-də yaza bilərik. Çünki burada cisim hərəkət edən zaman mərkəzə qaçma təcili yaranır. Mərkəzə qaçma təcili də burada V kvadrat böl R-dir. Burada R körpünün əyrilik radiusudur. V də avtomobilin sürətidir burada. Və 7-ci də odur ki, əgər cisim çökük körpü üzərində əgər hərəkət eləyirsə, bu da elə bir şeydir də, çevrəyə tamamlaya bilərəm də bunu. Burada da eyni qaydanı tətbiq edirəm, bax. Yenə də ağırlıq qüvvəsi yerin mərkəzinə doğru yönəlir. Reaksiya qüvvəsi dayağa perpendikulyardır. Təcilin istiqaməti çevrənin mərkəzinə doğru yönəlir. Mərkəzə qaçma təcili. Newtonun ikinci qanunun riyazi ifadəsini belə yaza bilərəm. Əvəzləyici qüvvə bərabər ma. Deməli, burada nədən nəyi çıxacam? N-dən MJ-ni çıxacam. Niyə N-dən çıxıram MJ-ni? Çünki N təcil istiqamətində yönəlib. Burada M bərabər P-yə, bu da bərabər M J plus A. Düsturun çıxarılışı ümumi şəkildə belədir. İndi bir də xüsusi bir məsələni vurğulamaq istəyirəm. Lift məsələlərində. Bax, lift məsələlərində Lift məsələlərində birinci nədir? Deməli, biz bilirik ki, yəni startda, yəni lift yerindən tərpənəndə biz bilirik ki, bu liftdir. Deməli, lift yerindən tərpənəndə bu məlumdur ki, bərabər yeyinləşən hərəkət eləyir də. Təcillə sürət eyni istiqamətdə olur. Onda birinci halda çəki olacaq. Təcil dediyi yuxarı yönəldi, çəki artır. Olacaq MJ plus A. Onda sürət zaman qrafikini biz belə yaza bilərik də. Sürət zaman qrafiki. Bax, bu cür. Onda koordinat zaman qrafikini necə yazarıq? Koordinat zaman qrafikində belə yazarıq. Bərabər yeyinləşən. Düzdür? İkinci. Yəni finişdə. Finişdə nə deməkdir? Finiş odur ki, yəni lazımi mərtəbəyə çata-çatda bu başlayır bərabər yavaşayan hərəkət eləməyə. Həmin lift. Yəni
İstiqamət yuxarıdır ha. Bax onu da deyim sizə. İstiqamət yuxarıdır. Sadəcə yavaşlayan hərəkətdə sürətlə təcil əks istiqamətdə olur. Onda ikinci halda deməli yəni finişdə burada belə olacaq çəki. Daha doğrusu finiş axır gedir də. Finiş lap axırdır. Finişdə. Bunu finişi hələ demirəm. Deməli startda oldu, deməli MJ plus A. Uje lift. Yəni o finişə çata-çatda başlayır bərabər sürətlə hərəkət eləməyə, sonra dayanır da. Bərabər sürətlə hərəkət eləyir, sonra dayanır da. Bax bunu belə başa düşmək olar. Bərabər sürətlə hərəkət eləyəndə biz bilirik ki, deməli bərabər sürətli hərəkətdə çəki 0 olur da. Onda deməli təcil 0 olur. Onda ikinci halda çəkimiz olur MJ. Bərabər sürətli hərəkət eləyir də ikinci halda. Yəni o bərabər sürətli hərəkət eləyir, sonra başlayır deməli dayanır. Yəni onda sürətin zamandan asılı qrafiki buzur olacaq. Koordinat zaman qrafiki də bilirik ki, deməli x-in t-dən asılığı bərabər sürətli hərəkətin qrafikini yazırıq. Və üçüncü finişdə. Üçüncü finişdir. Finiş nədir? İndi bayaq dedim. Lazımı mərtəbəyə çata-çatda. Başlayır deməli lift bərabər yavaşlayan hərəkət eləməyə. Bərabər yavaşlayan. Sürətin istiqaməti yuxarıdır. Yavaşlayan hərəkətdə biz bilirik ki, sürətlə təcil əks istiqamətdədir. Onda o çəki azalacaq. Olacaq MJ minusa. Çünki təcilin istiqaməti aşağıdır. Onda sürət zaman qrafiki belə olacaq da. Sürətin modulunun zamandan asılı qrafiki. Koordinat da deməli zamandan bu cür asılı olacaq. Aydındır. Dəyərli müəllimlər, deməli sizə qısaca bir çəkiyə aid bir dənə də məlumat vermək istəyirəm. Yəni düzdür, bu testlərə düşmür, amma istəyirəm ki, mən sizə söz vermişdim axı. Yəni mövzuya aid bütün incə detalları sizə deyəcəm. Yəni düzdür, bunu bilsəz də olar, bilməsəz də olar. Deməli qütblərdə qeyd yazıram, qeyd. Qütblərdə çəki maksimum olur. Niyə görə? Çünki o biz dedik axı, qütbdə sərbəstüymə təcili ən böyük olur. Çəki MJ-dir axı. Yəni yazıram P qütb bərabərdir. Bax çəki maksimum olduğuna görə düstur belə olacaq. G var. MJ yazmırıq. O J-nin dəyərini yazırıq nə? G böyük M böl R-in kvadratı. Bax bunu ümumi şəkildə belə yazırıq. Yəni ümumi şəkildə M J qütb həmin qütbün yerinə J qütbün yerinə bax bu ifadəni yazdım bax. G M böl R kvadrat. Bax bu. Qütbdə maksimumdur, amma ekvatorda çəki minimumdur. Ekvatorda. Yəni bax belə yazıram ekvator. Ekvatorda biz dedik axı qravitasiya sahəsinin intensivliyi deməli minimumdur. Belə yazırıq da MJ ekvator. Bu da bərabərdir M. Belə yazaq da elə. J-nin yerinə yazacağım. G M böl R ekvatorun kvadratı. Burada bir balaca M-imiz də var. Aydındır. Bu belə. Deməli dəyərli müəllimlər, diqqətinizə görə sağ olun. Sizdən bir xahiş eləyirəm ki, videonu bəyənin və paylaşın ki, bəzi müəllimlər də deməli videoya baxsın və yararlansın. Sağ olun, sağlıqla qalın.